Müharibənin ən böyük dəhşətlərindən biri. Nə vaxtsa valideynləri, adı, övladları olan insan bir güllə, bir qəlpəylə bir anda bunların hamısından məhrum olur. İndi o naməlumdur. Belə insanlar yüzlərlədir. Əli bəy Ermənistanın Vedi rayonunun Yengicə kəndindəndir. Öz adı Əlövsətdir. Amma uşaqlıqdan ona əmsinin adıyla Əli deyə müraciət ediblər. 1988-ci ildə Azərbaycanlıların Ermənistandan deportasiyası, həmin vaxt soydaşlarımızın öldürülməsi və qarət edilməsi onun gözləri önündə baş verib. O zaman onun 28 yaşı var idi. Və bu dəhşətlərin canlı şahidi olmuş insan Qarabağda erməni işğalçılarına qarşı savaşa qoşuldu. O birdən avtomat götürüb döyüşə gedirdi. Əli bəy erməni əsirliyində, döyüş meydanlarında şəhid olmuş Azərbaycanlıların xatirəsini yaşatmaq üçün muzey yaradıb. Bura 938 taleyin yaşadığı muzeydir. Çox adamlar gəlib bu şəkillərə baxandan sonra çoxları öz həyatlarını kökündən dəyişdirib. Bugün çox saylı yaralılarla, ölülərlə, şəhidlərlə bağlı şəkillər paylanır. Hamı istifadə edir, hamımız o bazadan istifadə edirik. O, bugün o, bir ordunun görə bilməyəcəyi işi görür o şəkillər. O şəkilləri Əlövsət çəkir. 93-96-cı illərdə mən Tərtər hərbi polisi müavini olmuşam. Ondan qabaq da orada könüllü batalyonda vuruşmuşam. Ondan sonra hərbi polisi müavini oldum orada qarnizonu. Onda Əli bəyi tanıdım, qospitallardaydı. Yaralılara, meyitlərin göndərilməsinə, erməni tərəfindən gətirilməsinə hamısını öz təşkil edirdi, tək başına biz köməklik edirdi. Kərim həkim Əli bəyi ilk dəfə ağlamda görüb. Ermənilərin Xocalıda soyqırımı törətməsindən 2 gün keçmişdi. Biz həmin dövrdə bu yaralıları qospital kimi bu vaqonun içərisində bir belə qospital yaratdıq. Onların ilkin tibbi yardım göstərirdi və Bakıya ağır xəstələr, yaralılar Bakıya göndərilir deyilirdi. Ətraf rayonlardan, əsasən Tərtər tərəfdən də döyüşçülərdən Ağdama gəlmişdilər, eləmişdir. Mən orada Əli bəylə tanış oldum. Bu həmin dövr idi ki, ermənilərin Ağdama, Tərtərə hücumları günbəgün şiddətlənirdi. Bu rayon işğalçıların planlarında xüsusi yer tuturdu. Tərtər isə müdafiə olunmağa hazır değildi. İnsanlarda ruh var idi, silah yox. Durumun acı olduğunu görən Əli bəy Naxçıvana, Muxtar Respublikanın Ali Sovetinin sədri Heydər Əliyevə üst tutur. Dün dedim Qarabağ deyir ki, Heydər Əliyev gəlməsə bu Azərbaycan düzəlməyəcək. Qarabağ yoxdur. Bu mənim sözüm deyil, o cəmaatın söhbətidir. Əli bəy xeyli bizə maraqlı məlumatlar verəndən sonra mən Heydər Əliyevə dedim ki, bəs Heydər Əliyev belə bir yoldaş gəlib, sizi ziyarət eləmək istəyir, dedi gətir yanıma. Gəldim, mən də elə otdum, iştirak elədim. Haradasa bir saat, bəlkə bir saatdan da artıq xeyli Əli bəy bizim Ulu Öndərə məlumat verdi. O maraqlandıran suallarına cavab verdi və bu Dağlıq Qarabağla bağlı bizə belə məlumat verəndən sonra dedi ki, bəs biz bu məsələni çıxardıb Naxçıvan Ali Məclisinin sessiyasında da Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı bir məsələdə müzakirə eləyəcəyik. Bu yaşda bir insanın Azərbaycan hökuməti bir belə çalışmasına biz necə biganə qala bilərik? Elə ki, o mənim həyatımı dəyişdi. Mənim yoxsa tam başqa bir insan ola bilərdi. Heydər Əliyev Tərtər cəmaatını silahsız qoymur. Əli bəy isə 2 məsləhət verir. Döyüş bölgəsində ya erməni meyitlərinin üzərindən olsun, ya Azərbaycan əsgərlərinin meyitlərinin olsun, kim nə qədər istəyirdi silah aparırdı. Hara apardı, kimə apardı, nə üçün apardı bilinmirdi. Heydər Əliyev tövsiyə etdi mənə, olmaz, o silahlar əldən ələ keçərsə, o cinayətdir. Toplanan silahlar Azərbaycan hökumətinə təhvil vermədi, özü hökumət sözü işlətdi.
1037-yə yaxın avtomat Kalaşnikov bu yaralıların və meyitlərin üstlərdən yığıb dövlətə təhvil verib. Sonra bu meyitlər bastırılıb. 950 meyit Tərtər qəbirstanlıqlarına bastırılıb və sonralardan bu 938-i yerləri aydınlaşdırılandan sonra bu meyitləri öz qohum əqrəbələrə təhvil verir. Çox az adam tapılardı ki, Əli bəyin məşğul olduğu işə qoşulsun. Bugün erməni işğalçılarının girovluğunda olan Şahbaz Quliyev həmin dövrdə Əli bəyə kömək edən nadir insanlardan idi. Onun bir köməkçisi də var idi, Şahbaz. O da çox dəyərli olan, çox kömək idi. O ikisi qucağında məsələn parça-parça olmuş meyitləri gətirməyə mən şahid olmuşam. 200 metrlik kəndirim vardı. O kəndir də özün bilirsən, o balaca nəcikdəndir. Onu yığmalayıb cibinə də qoymaq olur. O qarmaq da bir belə şeydir. Getdin elə meyidi gördün, uzaqdan dayanırdın və ona kəndir həmən atanda ya o paltara ilişirdi, ya insanın özünə ilişirdi. Lakin döyüş meydanında qalan şəhidləri, yaralıları yığmaq üçün yenə də qüvvə çatmırdı. Belə olan hallarda Əli bəy öz həyat yoldaşını da köməyə çağırırdı və onlar birlikdə düşmənin güllələri altında öz vəzifələrini yerinə yetirirdilər. Bugünkü gün elə məsələn insan tapa bilməsən ki, öz xanımın da meyidin. Çünki qorxu hissi ola bilər. Qadınlar xəstələnə bilirlər belə şeylərdən. Döyüş yalnız səngərdə getmirdi. Bir insanın ölməməsi uğrunda son ana qədər savaşan həkimlər ağlı sığmayan möcüzələr edirdilər. Bölgə aparılmadan iş olardı. O zaman beyin əməliyyatı olan yerə ayaq əməliyyatı gedərdi o bölgə aparılmasa. Əlifsət Qasımovun və onun şöbəsinin, orada işte o şöbədə işləyənlərin işi idi. Ermənilərin içində böyüdüyündən Əli bəy indi də erməni dilində təmiz danışır. Döyüşlər vaxtı isə bu ona böyük üstünlüklər verirdi. Çox kömək idi, təbii çox. Elə olur ki, bir aldadıcı yollara da əl atmaq olurdu ki, o atışmanı dayandırın. Ermənilər tərəfdən keçib meyitlər yutanda ermənilər nəsə danışırdılar, biz onu bilmirdik. Onu başa düşürdük, bizə işarə verir ki, bunlar belə eləmək istəyir. Məsələn, meyitlərin 5-6-sını gizlədiblər, qaytarmaq istəmirlər. Çiyində rütbəsi olanları vermək istəmirlər, satmaq istəyirlər. Əli onları başa düşürdü, bizə deyirdi, biz deyirdik, o saat biz tədbirlərimizi görürdük. Əli meyitləri erməni tərəfdən götürməyə gedəndə bizə çox vaxt demirdi, biz onu tək buraxmaq istəmirdik ora. Məsələn, mən mühafizə verirdim, özüm də girdim, ondan bizdən aralanıb yerdə qabaqdan meyitləri götürür, heç bir kim qalmasın o tərəfdə. Əli bəyin erməni dilində təmiz, ləhcəsiz danışması barədə rəhbərliyin məlumatı var idi. Əli bəy 3-4 gün erməni əsiri ilə bir otaqda qalmalı idi. Digər tərəfdən Azərbaycan əskərlərinin bir neçə gün əvvəl əsir götürdükləri erməni hərbiçisi heç nə danışmırdı. Ona görə qərara alınmışdı ki, erməni əsirinin yanına erməni dilini bilən bir nəfəri göndərmək vacibdir. Seçim Əli bəyin üzərinə dayanmışdı. Bunların ikisində onu bir yerə saldılar. Güya bu da ermənidir, o da ermənidir. Orada erməni dilində bundan danışdılar. Orada müəyyən sirləri götürdü. O vermirdi. Əli bəy mərd oğulları da, qızları da gördü. Heç vaxt yadından çıxmaz. Onun cəmi 18 yaşı var idi. Adı Aytən idi. Mən Aytənin simasında bizim Azərbaycan evlatlarının o deyir, ismətini görürəm. Onun qeyrətini görürəm. Düz sinəsindən vurmuşdular. Və qospitala qədər o sağ idi. Onun yaxasını təmiz cırı-cırı açmışdılar ki, təcili simk eləsinlər. Belə baxdı üzümə dedi, hə qardaşım, dayı, üstüm örtü ayıqdır. Döyüşçülər yorulmadan savaşır və rahatlıq tapmayana qədər savaşı dayandırmır. Əli bəy dəfələrlə bunun şahid olub. İki əskərlə gedib və minalı, bir də snayperlə ürəyindən vurmuşlar, snayper gülləsində. Belə çıxmaq mümkün deyilmiş də, çıxan kimi, başını çıxardan kimi elə bir gülləylə snayper vururmuş. Ona görə gizlənib belə atırmış qarmaq kimi bir şeylə onu yavaş-yavaş tikələrini belə yığıb, sonra morgda tikib. Elə bir 6 qəbir açmışdıq, axırıncı qəbiri.
Heç demə oradaymış, amma biz elə bilginən ki, Allah imkan vermədi ki, o günü tapaq onu. Elə Əli bəygil açdılar, açan kimi Əli bəy qışqırdı ki, bəs Arifi tapdım, buradadır. Əli bəy çox eşitmişdi ki, hələ 20-ci əsrin əvvəllərində ermənilər ələ keçirdikləri qadınların, xüsusilə də hamilə qadınların başlarına olmazın oyunlarını açıblar. Əsrin sonlarında heç nə dəyişməmişdi. Dəyişən yalnız həmin əməlləri törədən ermənilərin adları idi. Əsirlərin dəyişdirilməsi zamanı erməni əsirliyindən qayıdan Azərbaycanlılardan biri şahidi olduğu bir vəhşəti danışdı. Əli bəy erməni vəhşiliyinin canlı şahidinə dinməz söyləməz qulaq asır, ermənilərin Azərbaycanlı hamilə qadınlara hansı zülmlər verdiyini təsəvvür etməyə çalışırdı. Dedi, o cavan bir gəlindi. O hardasa deyir, əsir düşmüş deyir. Ermənilərin deyir, ayağını, dırnaqlarını yuyurdu, ayağını silirdi. Yəni onun işi oydu, hamilə idi. Deyir, günlərin bir günü o bizi çağırdı, gördüm ki, gəlin şişə qırığını götürüb öz venasını kəsib boğazından. Deyir, həmən o Vaçik qəzəbləndi. Elə son üstündə çörək bıçağı var idi. Qışqırdı bunun üstünə, deyir, bıçağı götürüb bunun qarın boşluğundan vurdu, deyir, çəkdi yuxarı. Bunların hər biri Əli bəyin həyatının kiçik bir epizodudur. Belə epizodların sayı isə 938-dir. Hər biri də bir insanın həyatından bəhs edir. Onların hər birinin həyatını bugün Əli bəy yaşayır. Yaşamağa məhkumdur. Bu şəhidlərimiz ki var, bunlar Qarabağda bir güllə ilə şəhid olmuşlar. Bunların şəhidlik sərnaması çox dərinlərə gedir. Bunların türk olduğu üçün o işgəncələrlə öldürülübdür. Bu millət torpaq ideyası daşımırdı. Mən deyərdim ki, torpaqla görmüşdə müharibələr torpaq davasıdır. Vurdun, dağıtdın, torpağı aldın, ordunu zəiflətdin. Amma burada mən gedirdim, gördüm, məsələn 13 yaşında qızın başına nələr gətirdilər. Heç bir müharibəyə sığmıyor ki. 14 nəfəri tonqal edib yandırmaq olarmı? Elektron mişarla bir zabitin ayağını duruşbanla kəsmək olarmı? Bugün bu bir informasiya savaşıdır. Bugün bir söz savaşı gedir, bir informasiya savaşı gedir. Bizim informasiya savaşımızda Əli Hüsətin şəkillərinin, çəkdiyi şəkillərin yeri dayanılmaz. Heç vaxt özünü aciz və zəif insan saymayıb. Amma bu şəkillərə baxanda özündən asılı olmayaraq gözləri yaşlı dolur. Hər gün baxır və hər gün eyni vəziyyət təkrarlanır. Bu onun qəzəbidir. Necə ki işğalda, necə ki qisasız, necə ki o oğlanların, o qızların, o balaların heyfini almasaq. Biz elə bilmək, deyək ki, gəl toparmanıza. Yox, biz bu heyfi sizdən çıxacaq, ermənilər.